Nədənsə bizim üçün yerin altı mütləq qaranlıq, bəzənsə sirli bir aləm kimi görünür. Elə güman edirik ki, əksər şər işlər məhz burada, xeyirxah əməllər isə işıqlı dünyamızda edilir. Mənim bugünkü müsahibimin həyatı isə artıq 40 ildən artıqdır ki, metro ilə bağlıdır. Yerin bu altı, bu qaranlıq dünya ilə bağlı nə suallar baş verirsə, biz media əhli onu sorğuya çəkirik. Bəzən ittiham edirik, bəzən günahlandırırıq. Özü də təəssüflə deyir ki, çox nadir hallarda tərifləyirik. Lakin Tağı Əhmədov metropolitenin rəisi və mənim bugünkü müsahibim bütün bunlardan incimir. O deyir ki, xoşbəxtdir. Çünki biz sərnişinlər üçün metronun görünməyən tərəflərini özü üçün lap çoxdan kəşf edir. Ora düşəndə adam sanki başqalaşır. Sanki ayrı aləmdə özünü hiss edir. Bu aləmin bilicisi olan müsahibim Naxçıvanın Şahbuz rayonundakı Güney Qışlaq kəndində Məhəmməd kişinin ailəsində dünyaya göz açıb. Qəndə bananın son beşiyi olan Tağı məktəbə 5 yaşında gedib. Kənd yerində uşaq ki çatışmır, baxırlar elə kimdə bir balaca boyluğun var, gəl get məktəbə. Ona görə 5 yaşından getdim məktəbə. İndi biraz əlbəttə bu indiki nəslə gülməni görünür. Amma 7 illik məktəb bəlimə cəmi 7 sinif qutarmışam. Və sonra texnikum qutarmışam. Nə texnikumu idi? Kənd təsərrüfatı texnikumu. Kənd təsərrüfatı texnikumu və sonradan? Və sonradan indiki Texnikum Universitetinin Texnologiya Fakültəsinin və sonradan Memarlıq İnşaat Universitetinin, o vaxt İnşaat Universitetinin Körpü və Tunel ixtisasını və eyni zamanda 2 illik İngilis dili kursunu və ixtisaslaşma kursunu Moskvada dəmir yol, nəqliyyat, belə deyirlər, vnijit oranı qutarmışam. Bu oxumaq prosesi bir qədər sonra olacaqdı. Qaydaq 1969-cu ilə. Həyatının mənasına çevrilən metro ilə Tağı məhz bu ildə rastlaşıb. Ukraynada əskərlikdən geri dönərkən. Kiyevdə metroya minəndə və qürur duydum ki, bəli, Bakıda da metro açılıb və mən gedəndən sonra yəqin ki, Bakıda metro tikintidə işləyəcəm və metro tikinti nəyə görə cəlb edirdi məni? Metro tikintidə mənim qohumlarım var idi, orada işləyirdilər və metro tikintinin ən böyük üstünlüyü o idi ki, metro tikintinin yataqxanası var idi. Və o yataqxana ki, mən ora yataqxana demirdim, sonradan adını dəyişib universitetin bir filalı deyirdik. Nəyə görə? Çünki o yataqxanada olanların hamısı tam ali təhsilli idi. Hamısı institutlarda, universitetlərdə oxuyanlar idi. Yaxud da xaricdə yox, üzr istəyirəm, o vaxt SSR-nin başqa şəhərlərində oxuyanlar idi. Baxmayaraq ki, metroda işləyirdilər. Amma hər kəs o vaxt imtahana gələndə, o yataqxanada imtahandan keçirdisə, tam məsuliyyəti ilə deyirdi ki, bəli, sən qəbul edə bilərsən, sən yox. Çünki o qədər hazırlıqlı idi ora. Orada axşamlar, demək olar ki, axşam saat 7-də heç kəs qalmırdı. Hamı ancaq institutlardaydı. Və bir də axşam 11-də toplaşırdıq. Dövbəli işlər var idi, çox maraqlıydı. Tağı üçünsə tezliklə bu dünya daha da maraqlı olur. İnstitut son kursunda o diplom işini yazmaq üçün Zərif Mahut kombinatında işləməyə başlayır. Bu zaman məcburi sayılırdı, bunsuz insana diplom vermirdilər. Beləcə o axşamlar metroda, gün ortalar isə Zərif Mahut kombinatında fəhlə kimi çalışmağa başladı. Tağıya deyirlər ki, sənin sex rəisin Salatın adlı gözəl göçək bir xanımdır və günlərin bir günü. İşin qaynar çağında sexin qapısı açılır və içəri boylu buxunlu, yaraşıqlı, salqaya kimi görünən Tağı daxil olur. Salatın xanım indi etiraf eləyir ki, o zamanlar arşın mallandakı Asiya kimi ürəyimdən, adam bənd olanda da elə beləsinə bənd olardı keçdi. Beləcə onların romantik sevgi macarası başlayır. Maraqlıdır. Bəs görəsən, Salatın xanım Tağını özünə hansı xüsusiyyətləri ilə cəlb edir? İlk baxışdan gözəlliyi. İndi olduğu kimi. İndi olduğu kimi. İndi yox, onda lap gözəl. Bir il sonra həyat qurduq. 27 yaşınız. Sözür gözəli qoyardım qalsın. Qalsaydı kiməsə gedəcəm. Bəxtimə düşüb hər yerdə fəhlə işləmək. Orada da Salatın xanımın fəhləsi işləyirdim. O
Naçalnik sex işləyirdi, sex rəisi idi. Mən isə onun köməkçisi idim. Gördü ağıllı köməkçiyəm, özü də mənə kömək elədi. Yəni tabeçiliyində idiniz onu? Tabeçiliyində idim də, deyirəm rəisimdir. İndi necə? O status qalıbmı tabeçilik? Yox, indi o status qalmır. İndi bərabərlik hökm sürür. Amma hərdən bir mən vergi götürürəm. Yuxarı mən addım atıram. Yəni rəis statusunu almısınız xanımızın əlində? Yox, rəis statusu, evdə rəis statusu yox. Elə oradan çıxandan sonra rəisliyi də getdi. O məni həddindən artıq əzizləyirdi, çox istəyirdi. Bir şeir yazmışdı, lap o vaxtlar 76-cı illərdə. Yazmışdı ki, təxminən belədir ki, sən öz barmaqlarınla saçımı dara, darağım olsun. Gözümə bax, gözlər mənim aynam olsun. Bax, bu tipdə bir şeir idi. O cür gözəl qızı sevib şeir yazmamaq mümkün idi. Müəyyən dərəcədə hardasa görürsən ki, birdən bir o şeir pərisi uçub gəlir, onu da yazıram. Şeir yazmağı isə Dağ Əhmədov 1966-cı ildən başlayıb. Özü də deyəsən şeirlərini canlı olaraq ancaq salatını oxuyur. Hər halda nə qədər təkid etsək də kamera qarşısında bunu etməkdən qətiyyətlə imtina etdi. Ancaq bir sirri açım ki, sadiq təxəllüsü ilə yazıb yaradan müsahibimin bu yaxınlarda kitabı işıq üzü görəcək. İşıqdan söz düşmüşkən, mənim qəhrəmanımın həyatına görəsən işıq zeli nə zaman düşüb? Axı ailə quranda Tağı adi fəhlə işləyirdi. Evlilik həyatı deməli ən acınacaqlı bir həyatıdır. Evliliyə görə yox, evsizliyə görə. Evsizliyə görə. Deməli metroda işləyəndə ev növbəsinə dayandım. Və o vaxtda da bilirdiniz, ev almaq nə qədər çətin bir prosesidir. Və ona görə də mən məcburən qaldım ki, ev alım. 1970-ci ildə işlədim, 75-ci ildə ev növbəsinə durub, 1986-cı ildə ancaq ev ala bildim. Yeni Günəşlidə və bu gün ən böyük saadət və mənim ən çox xoşuma gələn ev o evdir. Çünki onu çox böyük əziyyətlə almışam. Bizim məhəbbətimiz çox, yəqin ki, çox dərin olub, çox yüksək olub. Həddindən artıq bir-birimizə hörmət eləmişik, çox istəmişik bir-birimizi. Ona görə də yəqin dözmüşük hər şeyə. Olub ki, çörək pulu olmayıb evdən, bəlkə də ciblərimi axtarıb gedib çörək alıb, amma o haqda söhbətimiz olmayıb ki, azdır ya çoxdur. O haqda qətiyyən, yəqin ki, ərə gedən bir xanım bilirdi hansı kişiyə ərə gedir. Əvvəldən məlumundur, ev yoxdur. Əvvəldən məlumundur, iş budur və alınan maaş budur və büdcə bu qədərdir. Bu büdcəyə dolanmalısan, vəssalam. Mən onun pencəklərinin ciblərini axtarmışam, qəpik-qəpik yığmışam. O vaxtda çörək kilo ilə satılırdı. Mən 1 kilo çörək almağa pulum olmayıb. Gedib yarım kilo almışam. Yəni belə günlərim olub, ancaq mən heç vaxt nə ağlamamışam, ağlamağı xoşlayan adam deyiləm. Nə kiminsə yanında göz yaşı töküm, şikayət edeyim, belə şey olmayıb. Heç Tağı məni qoymayıb, ümumiyyətlə mən dərd çəkim. Tağı isə dərd özü çəkirdi. Gənc ailə, körpə uşaqlar, çox cüzi maaş və kiraişin həyatı. Çətin idi gənc ailə üçün. Lakin buna baxmayaraq, onlar böyük arzularla yaşamaqda davam edirdilər. Salatin xanım səhər tezdən durub işə yollanırdı. Tağı isə metroda axşam növbəsindən qayıdandan sonra tezdən dururdu ki, uşaqları özü baxsın. Salatin xanım indi də zarafatla Tağı əla baxıcıdır deyir. O uşaqları məndən çox istəyir. Çünki onların qayğısına özü qalırdı və bütün günü təlim-tərbiyyələri ilə məşğul olurdu. Bunu isə bildiyimiz kimi hər kişinin hövsələsi çatmazdı. Beləcə ailə böyük ümidlərlə yaşamaqda davam edirdi. Düz 18 il, 1970-ci ildən 88-ci ilə qədər Tağı gecələr tuneldə fəhlə, sonra briqadir, daha sonra isə böyük tunel ustası kimi çalışıb. Deyir ki, metroda işə başlayan hər kəs fikirləşir ki, biraz işləyib sonra çıxaram. Amma bu peşənin spesifikası və gecə həyatının gündüzlər verdiyi azudəlik adamı elə cəlb edir ki, buradan heç yerə getmək istəmirsən. Müsahibimin isə metrodan getmək arzusu heç zaman olmayıb. Elə buna görə də 1998-ci ildə iyulun 27-sində Tağı Əhmədov metropolitenin rəisi təyin edilib. Deməli, bu günlər müsahibim üçün bir qədər yubiley xarakteri daşıyır. Salatin xanım deyir ki, onun əsas sevgisi metro, sonra dostları.
yalnız 3-cü yerdə ailəsidir. Maraqlıdır. Görəsən Tağı müəllim bunu etiraf edəcək ya yox? Onun birinci sevgilisi işdi. Həyatımın ən böyük hissəsi metrodur və metro ilə bağlıyam. Və mən təsəvvür eləmirəm ki, metrodan başqa hər bir yerdə işləyə bilərəm. Bu demək deyil. İnstitutda bugün dərs deyirəm, elə sabah metro olmasa yenə Mimarlıq İnşaat Universitetində dərs deyə bilərəm. Amma təsəvvür etmirəm ki, mən hardasa metrodan ayrıla bilərəm. Bu bizim Bakı metrosudur. Hong Kong metrosunda isə xüsusi terminallar quraşdırılır. Bu terminallarda 1-dən 10-a qədər şkallar mövcuddur. Bu şkallar vasitəsilə Hong Konglular metroda, bax burada, özlərinin nə dərəcədə xoşbəxt olduqlarının səviyyəsini ölçə bilirlər. Və Honkonqlular təəssüflə deyirlər ki, ötən ildə onların xoşbəxtlik indeksi 7,5-dən yuxarı qalxmayıb. Maraqlıdır. Bəs görəsən həyatı metrosuz təsəvvür edə bilməyən müsahibim Tağı Əhmədov, metropolitenin rəisini, burada metroda şəxsi xoşbəxtlik indeksi nə ilə ölçülür? Ən yüksək mənimki olmalıdır. Niyə? Niyə? Birinci, o yerin altına öyrənmişəm və onun hər bir metrini tanıyıram, hardadır, nədir. Yəni tikilən metropoliten ki, bugün 20 stansiya var, o 20 stansiyanın hər birinin metrinə qədər bələdəm ki, harda nə var. İkinci, qürurla metropolitenin rəisi kimi gedirəm, deməli bu mənim xoşbəxtliyimdir. Üçüncü, cəmaat, bütün sərnişinlər görəndə Allaha şükür, indi o qədər geniş televiziyada veriblər ki, uşağından tutmuş böyüyünə qədər hamı deyir ki, metropolitenin rəisidir. Məmur kimi deyirlər ki, gərək yazılıb vurulsun ki, qəbul günlərin nə vaxt? Mən öz-özümə sual verirəm. Qəbul günüm depoda oluram depoda, metroda oluram metroda, işdə oluram işdə. Harda metropoliten işçisi varsa, qeyri-adam varsa, sual verirsə orada da cavab verirəm. Ona heç də lazım deyil. Mən hardasa məmur kimi oturum orada, kimsə qəbula gəlsin, kimsə sözün desin. Harda düşdü, elə orada da səmimi söhbətimiz eləyirik, elə orada da həll olunur. Və bir devizim var ki, mən dediyim kimi 18 il fəhlə işləmişəm. Qəbuluma düşən hər bir fəhlə oradan ancaq müsbət vəziyyətdə çıxmalıdır. Təmin olunub çıxmalıdır. Bir anlığa fikirləşirəm. Mən də həmin vaxt fəhlə idim. Girirdim içəri, tutaq ki, rəisin qəbuluna. Hansı söz desəydi mənə xoş olardı. Biz özümüz o çətinliyin içindən gəlmişik. O çətinliyi görmüşük. Mən həmişə o təzə işə girəndə də demişəm ki, düzdür, mən ona heç vaxt məsləhət vermərəm. Söz arası demişəm ki, o fəhlənin həmişə tərəfində dur. Çünki onun güvəndiyi yer sənsən. Bəlkə onu hardasa incidirlər. Bəlkə hardasa onun maaşından nəsə güdürlər. Sən ona kömək olmalısan ancaq. 4500 adam oradan çörək yeyir. Onların bir ağsaqqalı kimi, rəhbəri kimi onların hər birinin qayğısına qalmalıyam. Amma bugün bu qloballaşan devrimizdə siyasətdən kənarda qalmaq mümkün deyil. Heç cür qala bilmərəm. Mənim bir əqidəm var, o da Heydər Əliyev siyasətidir, Heydər Əliyevin strateji xəttidir. Və hər kəs hansı bir vəzlə istəyir ki, başqa bir formada hərəkət eləsin, deyirəm, ya müstəqil Azərbaycanı götür oxu, Heydər Əliyevin çıxışlarını götür oxu, Heydər Əliyevin gediş xəttini götür oxu. Heydər Əliyev Azərbaycan üçün bugün o qoyduğu, yaratdığı 100 illərdən Azərbaycana bəs eləyəcək. Müsahibim özü də daim nələrsə etməyə çalışır. Ancaq təəssüflə deyir ki, insanlar çox zaman pisi yaxşıdan daha tez görür və yersiz vurğulayırlar. Metro sərnişinlər üçün nə qədər rahat və əlverişli nəqliyyat növüdürsə, istismar nöqteyi nəzərindən bir o qədər də təhlükəlidir. Nəzərə alaq ki, hər şey alt qatda baş verir və işçi personalı bəzən ölümlə çox sıx təmasda olur. Ölümlə tutaq ki, sənin aranda cəmi 5 santı yer var. 5 santimetr ayağını düz qoymasan, 825 volt gərginlik səni vuracaq. Bir dəfə bir hal oldu ki, hardansa bir sim düşmüşdü.
Sim düşəndə qatar gəlib keçəndə simə ilişdi. Sim isə təmas relsinə. Siz təsəvvür eləməzsiniz ki, nə qədər böyük gərginlikdə eləmsi bir alov. Ancaq bunun bizlə arası, məsələn, orada olan adamlarla arası 3 santı, 5 santı idi. 2005-ci ilin iyunun 8-də Bakı Sovetində o vaxtki, indiki İçəri şəhərdə olan hadisə ilə əlaqədar. Eskalatorda bir nəfərin ölümü, 18 nəfərin yaralanması ilə əlaqədar. Fikirləşin, texnika heç bir vaxt, necə deyərlər, səhv eləmir. Səhvi insanlar eləyir. Orada yazılıb qoyulmuşdu ki, eskalator təmirdədir. Həmin adam gəlib, eskalator təmirdədir sözünü götürüb qoymuşdu qırağa. Başlamışdı eskalatorun üstü ilə getməyə. Eskalatorun üstü ilə gedəndə təmirdə olan eskalator, bəli, bizim adamlar tərəfindən əyləc basılmamışdı. Və onun da nəticəsində eskalator getdikcə sürətini artırıb və o bir nəfərin ölümü demək olar ki, eskalatoru saxlamışdı. Yoxsa orada yüzlərdən adam keçsəydi, yüzünü də biçə bilərdi. Ancaq o bir nəfər elə düşmüşdü ki, artıq eskalator özü dayanmışdı. Və 18 nəfər yaralanmışdı. Və həmin vaxtı mən gəldim kadra baxdım. Çox acınacaqlı bir vəziyyətidir ki, deməli, cəmaat bir növ deyim ki, öyrədilmiş bəlkə adamlarıdır, qışqırırdı. Ölənləri hara bastırdınız, ölənləri hara apardınız, harada gizlətdiniz, çıxardın üzə. Bu, axı, ölən adam varsa əgər, bu elə deyil ki, hamı üçündür. Mən də bilirəm, o da bilir, qeyrisi də bilməlidir. Elə bir şey deyil, adam ölüsünü gizlətmək olsun. Və sonradan mən gəldim, xaricdəydim. Orada da biraz artıq əski söz getmişdi ki, Tağı eskalatorun pulunu aparıb xaricdə xərcləyir. Baxmayaraq ki, hökumətin əli ilə, hökumətin demək olar ki, verdiyi ezamiyyət vərəqəsi ilə xaricə getmişdim. Bir dəfə fövqəladə hallarla bir yerdə məşq keçirirdilər metroda. Elə onu da televizorla belə verdilər. Ay, sonra telefon zəngləri başladı. Axırda dedilər ki, sənin ərin hara qaçıbdı? Gəlsin, cavab versin. Mən götürdüm, Tağıya zəng vurdum ki, çıx, heç olmasa televizorda elan verginən ki, sən buradasan, heç yana qaçmamısan. Necə söyüşlər söyürdülər, necə təhqir eləyirdilər. Mən düzdür ki, reaksiya vermirdim onlara. Bilirdim axı, bu elə adam deyil. Buradadır. Elə şey ola bilməz ömründə. Bircə nəfər olsun, yazmayıb ki, metrodan razıyıq və metronun bugün işləməsindən razıyıq, təmizliyindən razıyıq və çox sağ olun. Bu sözlər yoxdur. Hər bir sual verən adam yüksək pafosuna biri yazır, nəyə görə 28 may stansiyasının adı dəyişdirilmir? Bilmirəm, 28 may bizim tarixi bir günümüzdür. Bunun adını hara dəyişdirib? 28 apreldir, dəyişdirib 28 may qoymuşuq. Bunu da dəyişdirək. Yaxud da biri yazır, Sovet devrindən qalma stansiyaların adları nə vaxt dəyişdiriləcək? Orada bilmirəm, elə belə bir cavab yazdım ki, Samir adı Azərbaycanda nə vaxt olmasa, Nərmanov stansiyası da olmayacaq. Axı, Nərmanovun adına stansiya var və Sovetin devrində ən belə irəlidə gedən adamlardan biri budur. Bugün hansı hüquqla və kimin hüdudu var ki, Nərmanovun adını dəyişsin? Əzizbəyov 26-lardandır, dəfələrdən məktublar gəlib. Niyə adı dəyişilmir? Əzizbəyov Azərbaycanlıdır. 26 Bakı komissarlarından biridir. Əgər olubsa, aldadılıbsa, gücü çatmayıbsa, müəyyən qədər ola bilsin ki, hansısa bir vasitə ilə zəiflik olub. Amma bu demək deyil ki, biz bugün tariximizi təmiz silməliyik. Əzizbəyovun adını dəyişməliyik. Bu cür suallar çox gəlir. Və eyni zamanda polis hara baxır? Polisdən çox sərnişinlər bir-birini baxmalıdır. Sərnişinlər bir-birini yəqin ki, izləməlidir. Yazır, qapı ilə oynayan gənclər var. Polis hara baxır?
Məyər hər bir vaqonda bir polis getsə, 237 vaqon işləyir. Təkcə 237 vaqonda gərək 237 polis getsin. Bəs onda orada olan sərnişin hara baxır? Bugün oturacaqlar cırıq-cırıqdır. Hər gün cırılır, hər gün yamanır. Nəyə görə? Mentalitetimiz budur. Şüşələri vırıb sındırırlar. Futbol vaxtı fikirləşirsən ki, insandır. Bunları daşımaq üçün xeyirxah bir iş görüb, insanları daşımaq üçün ehtiyat qatar vermək və metronu işlətmək. Əgər neftçi uduzursa da vay, udursa da vay. Udur, şənlikdən vurur, şüşəni sındırır, qapını sındırır. Uduzur, əsəbdən vurub sındırır. Bəs görəsən, mənim müsahibim özü kədərlənəndə nə edir? Acısını nə ilə ovudur? Tək olmaq çox kömək eləyir. Mən hiss eləyirəm ki, onun nəsə bir dərdi mi var, ya bir fikri mi var, nəsə bir problemi var. Mən bir dəfə soruşuram. Əgər o lazım bilmirsə, mən ikinci dəfə soruşmuram və soruşmuram, heç vaxt soruşmuram. O xoşlamır ki, mən ona nəsə məsləhət verim, heç özüm də xoşlamaram onun işinə qarışam. İstəmirəm, o bütöv şəxsiyyətdir. Mən onu heç vaxt istəmirəm, parçalayam, yaralayam. O öz əqidəsində qalsın. Tağı Əhmədovdan soruşdum ki, mətbuatda sizin haqqınızda qəribə bir imij formalaşıb. Xətrinizə dəyməsin. Metro rəisinin bir qədər kobud insan olduğu haqda söhbətlər gəzir. Doğrudurmu? Dəyməz, elə oxşuyuram, düz deyirsən. Evdə necəsiz? Evdə Bu xüsusiyyətləri qapıdan girəndə, Yox. metrodan çıxan kimi qoyursunuz kənara yoxsa necə? yox, heç metroda da demək olar ki, siz dediyiniz kimi kobud deyiləm. Və evə gələndə isə nəvələri görəndə əriyib gedirəm təmiz. Onlar udurlar. Həmişə onlar udur. Məsələn, hansı məqamlarda? Hansı bir məqamı götürsə. Məsələn, ən çətin belə bir işim olanda balaca nəvəm zəng eləsə ki, baba bağa gedək, baş üstə. Hər bir işi atıram, deməli bağa gedək, bağa gedək. Saf insandır, istiqanlı, uşaq təmizliyi var onda. Uşaq sadəlövlüyü var. Onun ürəyi təmizdir. Siz bayaq dediniz ki, o biraz sərt görsənir, kobud görsənir. Görsənsə də o tamam başqa cür insandır. Həmişə onu demişəm, bəlkə də məni qınayırlar ki, mən oğlanlarımdan da çox Tağı müəllimi istəyirəm. Tək bir həyat yoldaşı kimi yox, bir insan kimi, bir şəxsiyyət kimi. Hər bir kişini onun qadınından yaxşı tanıyan ola bilməz. Bizim romantik cütlüyün arasında demək olar ki, mübahisələr olmur. Salatın xanım deyir ki, 32 il ərzində Tağı müəllimlə mübahisə etməyin gərəksizliyini anlamışam. Ona görə yox ki, söz müsayə salmır. Sadəcə o həmişə haqlı çıxır. Çünki həyata və insanlara daha yaxşı bələddir. Bir məsələ ilə də maraqlandım. Hündürboy, qaya kimi cüssəli, vəzifə sahibi olan Tağı Əhmədov yəqin ki, vaxtı ilə Salatın özünə bənd etdiyi kimi yenə də qadınların diqqət mərkəzindədir. Görəsən həyat yoldaşı bizim qəhrəmanımızı qısqanırmı? Tağı müəllim kimi gözəl bir oğlanı, onu necə qısqanmaya bilərəm? Təsəvvür edirsiniz? Yox, qısqanıram, qısqancam. İndinin özündədir. İndinin özündə də qısqancam, ancaq bir üzə vermərəm. Bilirəm ki, heç nə ola bilməz. Mən ona həmişə inanmışam, həmişə inanmışam, indi də inanıram. Yəni o inam məni yaşadıb, o inam yaşadıb həmişə məni. Müsahibim özü isə bircə şeyə inanır. İnkişaf edən nəqliyyat vasitələri arasında metronun ən birinci yerdə olmağına və belə də qalacağına. Özü fəxrlə deyir ki, metro ilə bağlı nə kimi texniki nüanslar var, hamısından xəbərdardır. Ondan soruşdum ki, Tağı müəllim, bəlkə bəsti metrodan danışdaq, bir balaca da hobbinizdən söz açaq. Dedi, lap yaxşı yadınıza saldım. Hobbim var. Mən boş vaxtlarımda qatarda maşinistlik edirəm. Axı metropolitenin rəisi necə deyə bilər ki, mən qatar sürə bilmirəm? Telefonlar da susmuş. Fərq etməz, gecədir, gündüzdür, nə vaxt, gecənin nə vaxtı olsa da, hər hansı bir hadisədə olsa, Tağı müəllim bilməlidir. Yoldaşlar vardı, bir dəfə mənə dedi ki, bilirsən, mən səni çox istəyirəm. Dedim, çox sağ olun, siz kimi bir şəxsdən bu sözü eşitmək mənim üçün fəxridir.
Dedi, qaş gözünə heyran olmamışam, işinə heyranam ki, sən gələndən biz gecə yuxu yatırıq. Mənim müsahibim də öz işinə heyrandır. Bir də əziz xələf nəvələrinə. Evlərində olarkən özümü sanki metropolitenin rəisinin deyil, şairin ailəsindəki kimi hiss etdim. Tağı müəllim anasının adını verdiyi qəndabına bu şeiri ithaf edib və indi onun dilindən dinləməyi çox sevir. Allahın payıdır, qəlb aynasıdır. Qəlbimin işığı, mənim qəndabım. Gözəldir, göyçəkdir, su sonasıdır. Qəlbimin işığı, mənim qəndabım. Nəfəsim, ülfətim, ürəyim, canım. Gözümün işığı, göz bəbəyimdir. Həyata atılan öz əməyimdir. Mənim ardıcılım söz sərəfimdir. Qəlbimin işığı, mənim qəndabım. Yeri gəlmişkən, Qəndab da Tağı müəllim kimi məktəbə 5 yaşında gedib. Elə babası kimi tam dərs əlaçısıdır. Onun kimi şeir də yazır. Maraqlıdır. Kim bilir, bəlkə də bu oxşarlıqlar təsadüfi deyil və gələcəkdə babasının metro sevgisi elə Qəndaba da sirayət edəcək. Ümumiyyətlə, təsadüflər barədə yetərincədir. Məsələn, oğlanlar Ruslan Kiyevdə yaşayır. Tağı müəllimin metro ilə ilk təmas məkanında. Digər övladları Rauf isə hüquqşünasdır. Müsahibim gizlətmir ki, 5 nəvəsini oğullarından daha çox istəyir. Onları elə yanında saxlamağa üstünlük verir. Şöhrət ordenli, Respublikanın əməkdar mühəndisi olan Tağı Əhmədov həyatda çox çətinliklərdən keçib. Lakin ağır bir sahədə istehsalatçı olmaq onda bircə şey dəyişdirə bilməyib. Həyat yoldaşına olan romantik duyğularını. Həmişə mənə şeirlər yazıb o. Çox xoşum gəlirdi onun şeirlərindən. Həmişə şeir verirdi mənə. İndiyəcən də yazır. Olur, arada olur indiyə qədər. İndi başı çox qarışıqdır, öz işindən, problemləri çoxdur, işlə əlaqədar. Həm də yorulur. Düzdür, yazır, şeirlər yazır, mənə həsr elədi gözəl şeirləri var. Çox gözəl onlara musiqi bəstənilib, çox gözəldir şeirləri. O, çox vaxt pünhan saxlayır o şeirləri, ancaq mən bilirdim, mən oxuyurdum. Gənclik illərindəki çətinliyimiz vardı. Mənə elə gəlir onda daha çox xoşbəxt idim. Şikayət eləməyə əlbəttə haqqım yoxdur.